Bakıda dayısını qətlə yetirən Rəhim Qasımovun cinayət üzrə məhkəmə araşdırması yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edib. O, məhkəməyə Rəhim Qasımovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Vəkil müdafiə çıxışı etdikdən sonra Rəhim Qasımov son söz deyib. Daha sonra hökm elan edilib. Hökmə əsasən Rəhim Qasımov 17 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib. Belə ki, 60 yaşlı Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İstintaqla müəyyən edilib ki, 32 yaşlı Rəhim Qasımov dayısının yaşadığı evə gələrək bıçaqla xəsarət yetirməklə Firdovsi Həsənovu qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Rəhim Qasımova qarşı Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə, 157.1-ci, yəni mənzildə yaşayanın iradəsiz etdirən mənzilə daxil olma, 234.4.1 və 234.4.3-cü, yəni qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma maddələri ilə ittiham sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.